Keçən dəfə Fidan da mənə deyir ki, mama gələcəkdə bəlkə bir dənə özü biznes qurasan. Nasıl obyekt açasan. Mən lider. Bilsən niyə? Çünki o məhsusunu daşıyırsan. İşçilə maraqlanmaq lazımdır. Kommunalla maraqlanmaq lazımdır. Pul problemini həlləmək lazımdır. Hamısını. İndi sushi yeri də. Mən təkcə uşaq böyüdəndən sonra başa düşmüşəm ki, məsuliyyət daşımaq lazım deyil. Bu dünyadakı ən çətin işlərdən biri məsuliyyət daşımaqdır. Sənin lap çoxlu pulun da olsa, yenə çətindir. Bir obyekt açılırsa, bütün məsuliyyəti rəhbər daşıyır. Hər şey. Hə, yox. Köməyin varsa, nə var ki burada? Onu da hə. Tək çətindir.